Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve yetevella salihin. Ve eşhedü enne Muhammeden abduhu ve rasuluh. Ve sallallahu aleyhi ve sellem. Salaten ve selamen daimeyn mutelazimeyn ile yevmiddin. Amma ba'd. Sonra şeyh qalmışdıq ki, hansı sifətlərdədir? İradə, istəmək. Bir də ki, şəə, o da eyni mənadadır. O da istəmək mənasında gəlir. Lab hədislərə də qayıtsaq, Peyğəmbər s.ə.v nə deyir? Mən yuridilləhi bihi xeyran yufəqqihu fid-din. Allah kimə xeyir istəsə, dində onu fəqih edir. Fəqih nədir? Necə? Əhsən. Dini gözəl şəkildə, rahat şəkildə, düzgün şəkildə başa düşən. Ona görə alimlərə nə deyirlər? Əl-fəqih. Cəm halında əl-fuqaha, fualə vəzində. Fuqaha, məmnun minəs-sarf. Sonra gətir ki, ayəni davam edərək əl-bəhimə. Bəhimə nədir? Yəni ki, orada qəsd olan nədir? Bəhimətul ən'am, ibil, bəqara, yəni daxildir ora. Bəhimətul ən'am deyəndə əl-ibil. İbil nədir? Hansı ki, dəvə. Var nəqa, vəl-cəməl. Ümumiyyətlə, qısa haşiyə olaraq deyim ki, bəzi rəvayətlərə görə bu dilçilərdən gəlir. Dilçilərdən, vallahi alim, yəni hədislərdə var yoxsa dilçilərdən gəlir. Dəvərin 300-dən çox adı var. Dəvənin 300-dən çox adı var. Və bizə çatan nədir? Ən-nəqa, iki dəvə, ibil, balası, əl-cəməl, erkək. Yəni bildiyimiz 4-5 və yaxud da 10 dənə saya bilərsən də. Lakin 300 və ya 300-dən çox nədir? Adı var. Bəhimətul ən'am dedikdə, hansı ki o heyvanlardan gəlir ki, ora daxildir dəvə, inək, ümumiyyətlə qanəm, hansı ki şəriətin icazə verdiyi heyvanlar. Qoyundur, keçidir və s. və iləx. Və nəam cəmi nəam. Yəni, ən'amın cəmi nəam. Ən'am surəsi də var da. Surənin adı nədir? Malqara. Əhsən. Yəni, ümumilikdə dedikdə bu qanəm, bütün bu sinif ora daxildir. Malqara sinifi deyəndə qoyundur, keçidir, inək. Bunlar hamısı nədir? O sinifə daxildir. Sümiyyət bidəl liənnəhə lə tətəkəlləm. Bax, burada faydalardan niyə bəhimə adlanır? Ərəbcə, niyə bu heyvanlar bəhimətü ən'am dedikdə niyə o cür adlanır? Çünki deyir, danışmırlar. Danışmadığına görə heyvanlar bəhim adlanır. Faydalardan biri. Hurrimət aleykumul meytətə və dəm. Sizə ölmüş heyvan, qan və ləhmul xinzir, donuz əti və mə uhillə bi qeyrilləhi bihi və Allahın adı çəkilmədən kəsilən, yəni Allahdan qeyrisinə, belə deyək, kəsilən heyvanlar nədir? Hurrimət, haram edildi. وَالِسْتِسْنَاهُ نَفِيهِ مُنْقَطِعِ فِيهِ مُتَّصِلٍ فَبِنِسْبَةِ لِلْمَيِّتِ وَمِنْ بَهِيمَةِ أَنْعَامٍ مُتَّصِلٍ وَبِالنِّسْبَةِ لِلَّحْمِ الْخِنْزِيرِ مُنْقَطِعٍ لِأَنَّهُ لَيْسَ مِنْ بَهِيمَةِ الْأَنْعَامِ. Bu çəkilənlər, adları çəkilənlər üçün bəhimə sinifindən deyil. Bəhimə sinifinə daxil, malqara sinifinə daxil olmadığına görə artıq bunların yeməyi nədir? Haramdır, istisnadır. Yalnız 2 qandan başqa icazət. Hansıdır? Suda yaşayan. Balıq. 2 qan. Ha? Sonra dalaq. Əhsən. Ciyar və dalaq
Peyğəmbər sallallahu əleyhi və səlləm ikisi nədir? İcazə verdi. Yaxşı. Çiğ ət yemək olarmı? Sual çıxır. Çiğ ət yemək olarmı? Sushi. Burada istisna var. Baxın, istisna qaydadır. Əgər zərər verməyən tərəfdəndirsə də onu yemək icazəlidir. Aydın oldu? Zərər verməyən tərəfdəndirsə. Məsələn, ciyar təmizdir. Kəsib, duzluyub, birbaşa yeyə bilərsən. Məsələn, quyruq qəşəkdir. Qəssabların əksəriyyəti. Kəsəndə quyruqdan götürür, nə edir? Yeyir. Yəni, bunlar icazə o halda ki, insanın nədir? Canına zərər verməyən tərəflərdirsə də, demək nədir? İcazəlidir. Yəni, belə bağırsaq yeməlidir. Amma sən onu kəsdiyin halda yeyə bilərsənmi? Niyə? Daxildə zərəri çoxdur. Fikrim çatdı, yəni. Ona görə də baxırsınız nədir? Məsələyə. Yəni, buradan çıxmasın ki, bunu kəsmişik, bişirmədən yeyirik, bu sinifə daxildirmi? Haram sinifə? Yox. Aydındır, bu haram. Ümumiyyətlə, qayda budur. Kəsilən heyvanda haram yoxdur. Kəsilən heyvandan şəriətdə icazət verilir. Dəvədir, qoyundur, keçidir, mal-qaradır, danadır, öküz və s. camış və s. və icazəli olan bir şeydə haram deyilən bir şey yoxdur. Yalnız bəzi fəqihlər məkruh gətirir. O da aydındır hansı yerdir? Ağac yox, o bir tərəf. Yəni ki, bir dənə məkruh onu gətirir. O da ki, şey yoxdur. Sadəcə biraz eyb babından deyə məkruh gətirir. Amma qalan hər bir şey nədir? Halaldır. Yəni, bir dənə haramdır. Bəzi kəsir ki, boğazında nə var, o haram ətdir, atırlar elə, yoxdur. Haram ət demək, yəni, böyük xətalardandır. Donuz ətindən, ümumiyyətlə, bu heyvanların hamısı, qısa olaraq, yəni bunlardan keçək, heyvanlar, halal olanlar aydındır. Haram olanlar zəruriyyət halında icazəlidir. Zəruriyyət halda. Bəzilər düşür meşəyə, ova gedir. Deyir ki, ovum çıxmadı, zəruri haldır, donuz çıxdı, qomunu vurum yiyeyim. Elə bir şey yoxdur, qardaş. Zəruri hal hansı hala deyirlər? Artıq o dərəcədə acsan ki, ölüm ayağı çatır. Ölüm ayağı çatır, artıq yeməsə məhv olacaqsan. Bura istisnadır, birdən meyvələr olar deyə sənə yox, bizə ət lazım, meyvə yox. Yox, bunlar elə deyil. Heç nə yoxdur. Heç nə yoxdur. Sahabələr nədir? 3 illik ki, atdılar bunlara şəhərdən qırağa. Biri ayaq yoluna gedəndə yüngül, gör, nəsə tıqqıltı səsi gəlir. Gör, hansı dərəcə çatıblar da, həqiqətən də hər çətinlikdən sonra bir asanlıq var. Ona görə necə ayədə keçdiyi kimi, yəni, fəthdən öncə olan müsəlmanlar fəthdən sonra ölənlər dərəcəsi eyni deyil. Hadid surəsində bilirsiniz bunu yəqin ki. Və yaxud da Peyğəmbər sallallahu deyir ki, onların bir ovuc verdiyi, sizin 2 Uhud dağı verdiyiniz, sən daha nədir? Üstün. Onların dərəcəsi dəhşətlidir, yəni. Və yaxud da ki, tövbə yüzdə Allah onlardan, onlar da Allahdan nədir? Razıdır. Və yaxud da ki, ağız altında beyət edənlər çoxdur bunların tərifləri. Və yaxud da ki, Fəth 29-da onların sahabələrin qıcıq etdiyi əməllər kafirləri qıcıqlandırır. Yəni, onlar haqqında təriflər çoxdur. Və əlinlə qazdıqdan sonra dəri çıxır. Bir dənə dəri, çürmüş dəri. Dərin tərtəmiz yuyurlar, qaynadıb onun suyunu içirlər. Ki, biraz nədir? Bədənə güc, ağızda olsa şirə geçsin. Təsəvvür elə, ha. Yəni, bu gedib, donuz yoxdur oralarda, var Allah alim, gedib, yəni, pişik də yeyə bilərdi, tapıb nəsə yeyə bilərdi. Amma nə inədilər bunlar? Nə var hal-hazırda ondan nə inədilər? İstifadə etdilər. Ona görə bəzi şeylər var ki, istisna halları idi onlar. Onlar nədir? İstisna halları idi. Ona görə nədir? İcazəli idi. İkinci məsələyə toxunduqda, əgər ixtilafdır nədən? Deyək ki, bir heyvan nədir? Mundardır. Öldü də öldü. Mundar oldu, öldü. Deyək ki, qoyun. Bəzi alimlərə görə onun dərisini çıxardıb aşılayıb istifadə eləmək olur. Baxmayaraq, əti haramdır. Əti haramdır. Amma dərisi fəqihlərə görə aşılayıb, tərtəmiz, dəri kimi istifadə eləmək olur. İxtilaf qayıdır nəyə? Vəhşi heyvanlara.
Yaxşı, o da mundar idi. Vəhşi heyvan da nədir? Belə baxanda onu da yemək haramdır. Elə deyilmi? Mundardır da. Və vəhşi heyvan da əti haramdır. Niyə bunun dərisi icazəlidir, onun dərisi icazəli deyil? Belə baxanda hamısı haramdır axı. Aha, o ixtilafdır artıq alimlər arasında. Bəzilərinə görə sibə heyvanlar, yəni vəhşi şəri baxımından desək, köpək dişli. Birlikdə hədisdə necə keçir? Quduz dişli, acı köpəkli heyvanların əti haramdır. Bu istisna verənlər var. Dərisindən aşılanaraq, güclü aşılanaraq, təmizlənərək istifadə etmək. Gənə də doğrusunu Allah bilir. Ona görə faydalardan biri odur ki, yəni bu şeylər istisnadır, istisna hallar var ölüm ayağında. Və yaxud da ki, ikinci bir qism var ki, ağır xəstədir. Məsələn, deyək, güclü çuxotqadır, buna it əti icazə verilir. Fikrim çatır. Heç nə yoxdursa da artıq istifadəyə icazə verilir. Fikir versiniz, gənə ölüm ayağına çatır. Çünki hamısı nədir? İstisnalardır. Aydın oldu? Yəni, məsələni düzgün anlayaq. Həl min kəfi لكم يعني حال كونكم لا تحلون الصيد وأنتم حرم. Özünüzdəki ayədə keçdiyimiz kimi, yəni hansı ki sizdə həc vaxtı, ehramda olan vaxtı seyd etmək, seyd nə idi? Ov etmək. Ov etmək nədir? Olmaz, haramdır. Buradan istinbat nə çıxır? Hətta bir çivin belə öldürmək olmaz. Baxa, ehram halında baxmayaraq zərər verir, icazəlidir. Ehram halında ona da icazə yoxdur. Hətta saqqalından bir tüşüş də qopara bilməzsən. Ehram halında. Hətta daha da dərinə gedirlər, ağaçdan yarpaq belə qopardanmazsan. Qadandan da o. Haramdır. Yəni bu halda artıq bunlar haramsa da ov etmək də daha minbəbul ovlə, daha nədir? Üstündür. Olmaz. يعني قاتليه في الإحرام لأن الذين يفعلون شيء يصير كالمحل والحيوان بريء متوحش المأكول هذا هو الصيد الذي حرم في الإحرام. Və ona görə də ehramda bu cür şeylər seyd etmək nədir? Haramdır. Yaxşı. Ümumiyyətlə Məkkədə nəsə öldürmək icazəli deyil. Elədirmi? Biz bunu, sizdən yox, biz Buxarinin şərhində bunu geniş şəkildə keçdik. Alimlər arasında ixtilafdır. Allah s.ə. nəsib edər, onu keçərik geniş şəkildə sizlə. Hansı halda Məkkədə heyvan kəsilir, hansı halda icazəlidir, Məkkənin qırağından kəsilməlidir, içərdən kəsilməlidir, bunlara nədir? İxtilafa gedir. Lakin bir neçə heyvan növləri var ki, orada öldürmək icazəlidir. Əqrəb, ilan, kərtənkələ, siçan, qarğa, solu və kəlbul aqur. Hansı it? Qara it. Aqur. Quduz it. Quduz it. Qara da olsa fərqi yoxdur. Yəni rəng fərqi yoxdur. Quduz it bu heyvanlar necə Ayşə radiyallahu anh gəldi, bunlar artıq icazəlidir. Bəli, çox zərərli olduğuna görə artıq bunlar icazəlidir. Quduz it bir dənə dişlədir, dəhşətli xəstəlik yayılır. Həmçin o birisilər əqrəbdir, vurur. Bunlar hamısı nədir? Şəriətlə icazəlidir öldürmək. İnnallahə yəhkum mə yurid. Həqiqətən Allah subhanə və teala istədiyi hökm nədir? Edir. Həzə iradətu şər'iyyə. Demək, bu danışdıqlarımız, burada hökmlər, burada əhkamlar, burada haramdır, burada icazəlidir. Bunlar hamısı Allah subhanə və teala'nın iradəsi, şəri iradəsidir. Şəri iradəsi. Biz keçdik axı. Ötən dərsdə, indi olmayanlar bilsin. Biri var şəə istəmək, biri var əradə, iradə. Bu da nədir? İstəmək babındandır. Deyir ki, limən şəə minkum ən yəstəqim və mə təşəunə illə ən yəşə Allah Rabbil aləm. Kim hidayət yolu, doğru yol istəsə Allah, istəməyincə o istəməz. Demək, Allah subhanət hələ burada istək sifət var. Həmçin iradə.
Və yaxud da ki, mən yuridillah bi xeyran yufəqqihü fid-din. Kimə Allah xeyir, dində xeyir istəsə, dində onu fəqih edər. Allah kimə xeyir istəsə, istəmə sifəti gəldi, istəsə. Bu danışdıqlarımız niyə qayıdırıq? Bu sadəcə qısa olaraq, xaşi olaraq əhkamlara qayıtdıq. Burada bizim hədəfimiz, qəsdimiz Allah Subhanahu və Taala'nın istədiyi şəriətdə hökmləri verməsidir. Demək, Allahın nəyi var? İstəyi var. Şəriətdə istəyir və bu cür hökmlər də nədir? Olur. Lakin insana nisbətdə istəklər nədir? Naqis. Allah Subhanahu Taala'nın istəyi isə nədir? Kamildir. Məsələn, Allah Subhanahu və Taala kiminsə öz şəriətində kafir olmağını istəyir. İstəyir kafir kimsə olsun. Əgər istəyirsə də bu ayələr, bu hədislər hara gəlirdi? Elə demə, hamısı vəhidir. Demə, Allah Subhanahu və Taala şəri əhkamlarında kiminsə kafir olmağını neynəmir? İstəmir. Ona niyə Əbu Ləhəb kafir oldu? Niyə Əbu Talib kafir oldu? Seçim verir da, belə deyək. Allah istəmirdi, onlar istədi. Söz iradə. Kövni iradə. Kövni iradə. Bəli. Şəri iradədə Allah kiminsə kafir olmağını istəmir. Lakin kövni iradəyə qayıtdıqda neyini? Allah kiminsə kafir olduğunu özü istəyərək nədir? Qədərdə qədərləndirdi. Var iki tərəfli. Məsələn, Əbu Bakır. Allah Subhanahu və radiyallahu anhı həm şəri əhkamlarda, həm də kövni qədərdə nə istədi? Hidayətini, mömin olmağını istədi. Lakin Əbu Ləhəbin yox. Şəri əhkamlarda ona bilindirir ki, bu olmaq lazım. Allah istəmədi onun kafir olmağı. Lakin kövnü qədərdə, kövnü əhkamlarını nədi? İstədi. Niyə? Çünki özü verdiyi vədə xilaf çıxdı. Ha vaxt çıxdı və o vədə ha vaxt verildi? Əhsən. Allah Subhanahu və Taala Quran-ı Kərimdə o haqda buyurur. Rəbbiniz hansı ki onlar Rəbbinə söz verir ki, sən bizim Rəbbimizsən, sən dediyin əhkamları nədir? Yerinə yetirəcək. Yəni artıq verdiyi sözə özü xilaf çıxdı. Və ona görə də burada məsələ budur ki, Allah Subhanahu taala şəri qayda olaraq yadda saxlayaq, şəri əhkamlarda, şəri iradədə, şəri qaydada Allah Subhanahu və taala kiminsə kafir olmağını istəmir. Lakin kövni qədərdə, kövni əhkamlarda və yaxud da qədərdə belə başlasın, Allah Subhanahu və taala kimin müsəlman, kiminsə kafir olmağını neyinir, istəyib və qədərlənir. Hər bir halda Allah Subhanahu və taala orada istəyi var? İstək sifəti var? Məsələ buradan gedir. Demək, Allah Subhanahu və Taala'nın istəyi nədir? Kamildir. Allah Subhanahu və Taala istədi. Əbu Bakr radiyallahu anh və yaxud da ki Osman müəllim ibadət əhli olsun. Allah Subhanahu bunu istədi. Bu iradəni kimsə dəyişə bilər? Və sənin iradəni kimsə dəyişə bilər? Dəyişə bilər iradəni. Sənin iradəni dəyişə bilər? Dəyişə bilər. Ümumiyyətlə, sən bunu bu çayı istəyirsən. Ha? Tural gəldi, sağa qardaş çox verdi. Dedi bunu iç. Dəyişdi iradə. Yəni səndə dəyişə bilir. Səni kim? Təbii ki, Allahın izinlədir. Şək onun, söhbət ondan getmir. Yəni ki, lakin dəyişir. Kimsə dəyişə bilir. Yəni Allahın iradəsini kimsə dəyişdirə bilər. Bunun çətin var, nəsə başa düşmək. Rahat. Yəni onu burada nə çıxır? Allah Subhanahu və Taala istəyi kamildir. Bizimki naqisdir. Qısa, yəni aydın oldu. Yəni burada çətin nəsə var? Başa düşməməzlik. Burada layiq məsələsi də var da, layiq. Hansı daxildir? Əlbəttə, layiq və s. İstək, layiq. Və sonra gətirir ki, 4-cü məsələ Fəmən yuridilləhi ən yəhdiyəhu şəhrə sadrahu lil-İslam. Bu nöqtədir. Allah kimə hidayət istəyirsə, doğru yola yönəltmək istəyirsə, onun sinəsini İslama neyniyər? Sadr dedikdə, yəni sinə gedir lüğətcə, şərh getdikcə, təfsir getdikcə qəlb. Yəni onun qəlbini, sinəsini, köksünü İslama neyniyər? Açar, yönəldər, nətərsən var. Nöqtə, istədiyini.
Yəni yönəldər. Yəni bu artıq Allah Subhanahu kamil istəməyindən gedir. Kimsə ondan başqa yönəldə bilər bu şeyi? Mümkün deyil. Və yaxud da əksi və mən yurid an yudillahu an yec'al sadrahu dayyiqan. Dayyiq nədir? Sıxarın. Kim və Allah Subhanahu onu hansı ki zəlalət yoluna, haqdan uzaq yoluna Allah Subhanahu istəyərsə, onu ora yönəldər və onun sinəsini neyniyər? Dar edər, əl-əyə. Yəni sıxar. Hansı ki o ağrılarla yaşayar. Hansı ağrıdan? Yəni İslamdan uzaq ağrılar. Yəni bəsirət gözü bağlı bir ağrılar. Sinə artıq nədir? Məhv olur. Ürək qapqara. Öz aləmində özünü yaxşı hiss edir. Amma o əslində nə olubdur? Məhv olubdur. Lakin öz-özündən nə idi? Xəbəri yoxdur. Əsfəl bir şeyə tabi olubdur. Həyatını ona bağlı. Əsfəl nədir? Dünya sözün mənası əsfəl deməkdir. Ən alçaq deməkdir. Ərəb dili qrammatikasında dünya sözün mənası ərəb sözü də bilirsiniz. Əsfəl ən nədir? Alçaq. Ən alçaq. Yəni biri var aşağı bir şey deyirsən ərəbcə. Biri var əsfəl. Əsfəl bilsəm nə deməkdir? Ondan alçaq heç nə yoxdur. Səfillər. Ondan alçaq heç nə yoxdur. Səfil, tavkid, əhsən. Vaxtda ismi tafdil, nə təsdən deyə bilərsən. Yəni səfil, yəni belə deyim, tam başa düşək. Var kəbir, böyük. Bir də var əkbər. Allahu kəbir deysən, əkbər deysən. Ən böyük. Aydın oldu məsələ. Yəni ən böyük. Yəni səfil, Azərbaycan sözdə istifadə edir səfil həyat, yəni tüfeyli bir həyat. Biri var əsfəl, yəni bu dünya tüfeyli bir dünya. Tüfeylidən də aşağı bir şeydir. Yəni məna elə bir şeydir ha. Yəni onun bir dənə İbn Qayyim gözəl bir dənə ona şey gətirir. Yəni ki, əsfələ səfilini ən aşağı bir şey. Kamillikdən düşür. Yəni sən buna gör nəyə tabi olursan deyir. İsa Aleyhisselam gözəl bir dənə şey gətirir. Deyir ki, bu məsələyə iminli gətirir. Daha ikisine dünyaya tabi olub sinəsi bağlı olanlara. Kimin deyil yaratlar, kimin deyil bu dünyada sıxıntısı, çətinliyi varsa, ahirəti yaxşıdır. Bundan deyər xeyrin olsun. Kimin bu dünyada ləzzəti gözəldirsə, yaşayışı əladırsa, ahirətdə problem var. Problem var. Tabi olub hər şeyinə. Yəni bir gün bu şey məsələ, rızıq məsələsinə gəldikdə, dünya məsələsinə, onu geniş şəkildə danışarıq. Sadəcə qısa olaraq deyirəm ki, İsa Aleyhisselam buna çox gözəl toxunur. Həqiqətən. Və deyir ki, dahilərdən gətirirlər ki, sələflərdən. Quranda 90 yerdə rüzüdən qorxma gəlir. Rüzünü verən Rəbbimizdir. Bizə yerdə. O da kim gətirir? Şeytan deyir, sizi kasıblıqdan qorxudar. Bizə yerdə qorxudar gəl, o da nə? Şeytanla. Fikir ver. Bir dənə bunu tədəbbür elə. 90 yerdə gəlib qorxma. Ruzini verərək. Bizə yerdə gəl onda nə? Şeytanla. Şeytan qorxudur. Ona görə dayiqan gəldikdə sinə daraldısa bir günə şeytan tərəfindən nə oldu? Daraldı. Artıq nədir? Məhv olur. Sonra qısa olaraq bunu da götürək inşallah. Yəni insan qəlbi daralarsa Allah Subhanahu və Teala onun qəlbini demək ona layiq deyildisə də Allah Subhanahu Teala onu nədir? Yönəltmədi ora. Yönəltmədi. Və sonra başqa əhkamlar gəlir. İnşallah ki, burada kifayətlənək. Allah Subhanahu Teala bizə istifayədanlardan etsin. Subhanakallahumma hamdik, əşhədu en la ilahe illə əntə, estəğfiruke və etûbü ileyk.